Parisin Luvr muzeyindəyik. Jacques-Louis Davidin Horadeslərin adlı məşhur əsərinin qarşısındayıq. İlk baxışdan mövzunu bilməsək də olduqca dramatik bir hadisəyə şahidlik etmiş oluruq. Arxa plandakı memarlıq elementləri tağlar vasitəsilə səhnə 3 hissəyə bölünmüş və çərçivələnmişdir. Sol tərəfdə ayaqlarını irəli atmış, möhtəşəm duruşlu 3 gənc diqqətimizi çəkir. Tam ortada qılıncları oğullarını uzadan qoca ata, onları döyüşə yola salınması anı götürülür. Bu an həm də atanın oğullarına xeyir-dua verməsi kimi də yozula bilər. Sağda isə ağlayan, kədərli qadınlar yer alır. Bu məşhur tablonu yaratmaqla yeni bir inqilabi üslubu, klassizmin əsasını qoyan David, əsərdə dövlətin güclənməsi üçün xalqın birliyini əks etdirən 3 oğul və atanın and səhnəsini təsvir etmişdir. Rəssam bu tabloda gözəllik və zəriflikdən xırda bəzək detallarından imtina etmişdir. Əvəzinə kompozisiyada ciddi ruh, güclü enerji axını hiss olunurdu. David hər bir detalı əsərin əsas ideyasının açılmasına yönəltmiş, perspektiv və kompozisiya qanun uyğunluqlarından böyük ustalıqla istifadə etmişdir. Rəsmi mövzusu Roma tarixçisinin şəhərin yaranmasından bu yana adlı əsərindən götürülmüş. Roma və Alba Longa şəhəri müharibə vəziyyətindədir. Hər iki şəhərdən 3 ən yaxşı döyüşçü seçilir. Roma tərəfdən Horas qardaşları, Alba Longadan isə Kuriat qardaşları seçilir. Rəsm Horas qardaşlarının döyüşə getməzdən əvvəl Romaya sədaqət andı içdikləri anı təsvir edir. Onları qılıncı uzadan isə ataları idi. Rəsmin sol hissəsinə qəhrəmanlıq və güc ifadə olunursa, sağ küncündə kədər və məğlubiyyət var. Sağdakı qadınların biri Camilla, Horas qardaşlarının bacısıdır, Kuriatlardan birinin nişanlısıdır. Digəri isə Kuriatların bacısı, Horas qardaşlarının nişanlısıdır. Yəni hər ikisi də eyni taleyi yaşayır. Sonda yalnız bir Horas qardaşı sağ qalır və Roma qalib gəlir. Bu tablo 1789-cu il Fransız inqilabından 5 il əvvəl çəkilmiş olsa da, sonradan inqilabçıların Fransa Respublikasına sədaqətinin simvoluna çevrilmişdir. Romalılar üçün qəhrəmanlıq və dövlətə bağlılıq nə qədər əhəmiyyətlidirsə, Fransız inqilabçıları üçün də eyni dərəcədə önəmlidir. Onlar özlərini Roma qəhrəmanlarının davamçısı kimi görürlər. Horadesin andı rəssama böyük şöhrət gətirmiş, inqilab dövründə onun taleyinə mühüm rol oynamışdır. Davidin bu əsəri ilə bağlı ən çox sevilən cəhətlər isə yüksək ideya dərinliyi, obrazların monumental quruluşu, səhnənin təntənəli təsviri və həcmi işıq kölgə istifadəsi ilə kolorit ustalığı ilə vəhdətdə idi. Napoleona münasibəti Davidin yaradıcılığında xüsusi mərhələ təşkil edir. O, Napoleonun şəxsiyyətinə heyran qalır və rəsmlərini çəkməyə başlayır. Məşhur əsərlərindən biri İmperator Napoleon Tülündəki kabinetində tablosudur. Daha sonra Samberna aşırımını keçən Napoleon əsəri də onu sadəcə tarixi şəxsiyyət kimi deyil, qəhrəmanlıq və liderlik simvolu kimi də təqdim edir. Davidin yaradıcılığında təkcə Napoleon mövzusu deyil, həm də klassik filosof və tarixi şəxsiyyətləri həsr olunmuş tablolar geniş yer tutur. Onun məşhur əsərləri arasında Margarita, Charlotte David, bir çox ölümlərə həsr etdiyi Sokratın ölümü, Seneca'nın ölümü, Knyaz Potocki, bundan başqa Məhbusun ölümü, Zineyda və Charlotte Bonaparte adlı tablolar da rəssamın portret ustalığını və dramatik ifadə gücünü nümayiş etdirən əsərlər sırasındadır. David bu dövrdə həm siyasi təbliğatın bir vasitəsi olaraq, həm də sənət vasitəsilə tarixin canlı şahidinə çevrilmişdir. Onun yaradıcılığı təkcə gözəlliyi yox, həm də gücün, ideologiyanın və vətəndaş mövqeyinin rəsmi ifadəsinə çevrilmişdir.